Deyirsən bunlar mənim borclarımdır, bu mənfəətdədirlər. Hə, sonra da deyirsən ki, mən buna da borcum var, buna da borcum. 8D, 9C, 10A. Test C'də 1. Baxım, hə. Əhsən, hamısını da həllərində yazıbsan. Mötərizənin qarşısındakı mənfi işarə varsa, mötərizənin içindəki ədəd əksinə dəyişəcək. İçindəki ədəd mənfi 13 deyil, əksi nədir? Müsbət 13. Belə sual verəcəm sənə. Deyirəm ki, 25 ədədi ilə ədədin 15 ədədinin əksini çıx. Ədədindən çıxacaq. Məfəətdə 11. Burada bərabər də 25-in üstünə 15. Afərin, nəticəm? Nəticədə də 11 götürüb 40. Sağ ol, müsbət. Demişdim, mənfi ədədləri gördünüzsə, bir çox bizim borcumuzdur, mənfilər bir toplanır və qarşısında mənfi işarəsi qoyulur, müsbət ədədlər bizim gəlirimizdir və müsbətlər bir toplanır, qarşısında da işarə qoyulmaya da bilər, qoyula da bilər. İndi misallarda fərqli görə bilərik. Yaxşı. O da 7, 5. Ay, sağ ol, cavab müsbət 5. Aydındır? Nə qaranlıq qaldı mövzumuzun bu hissələrindən? Heç nə. Başa düşürsən? Nə yaxşı? Siz nə yaxşı şagirdlərsiniz, xanım əfəndi, yormuşsunuz mənim. Mənfi 1, 0-ın yanında olur. Ay, sağ ol. Sən onların müqayisəsində mənfi 1 böyükdür, mənfi 6. Mənfi 1. Sarı yadva salırsan, deyirsən bunlar mənim borclarımdır, bu mənfəətdədirlər. Hə, sonra da deyirsən ki, mən buna da borcum var, buna da borcum var, buna da məcburen bunları toplayam. Borcdur da niyə bana müsbət qoyam? Qoyuram qarşısına mənfisin. Aydındır? Bəli. Sən bir də bunu çəksən, sənin gələcəm orada o saçların var ya, buradan 2 dənə telləri də belə çıxarmız. Mənfi 20. Bəli, demədim indi, bir ağız eləmədim. Düz sənə 20 dənə bu tip misal göndərəcəm. 20 dənə, xüsusilə bu misallardan və hamısını dənə-dənə. Niyə Gülaya, niyə mənfiyyət deməklə? Yaxşı, bu günlük dərsimiz yekunlaşdı. Digər dərs başa düşdünmü? Bəli. Xoşun gəldi mi dərslər? Bəli. Sən dərslərin 2-ci günü gözləyirsən də. Allahım deyirsən. Biz də bu gün gələydi, Şəhnam müəllimə qovuşaydı. Sırasın sualın. Yoxdur. Yoxdur, tapşırıqlarını mən sənə göndərəcəm. Yaxşı? Oldu. Çox təkrarlayacağam. Video izahına baxarsan, öz və yaxşı bax. Növbəti dərsimizdə görüşərik. Hələlik. Sağ ol.